Corabımı, ayaqqabımı götürüb düşürəm yola. Sabahınız xeyir. Bəlkə sən sürəsən, mən çəkiliş edeyim. Sabahın xeyir. Sabahın xeyir. Ne demişim ya? Su basmıyor benim. Yok evi oluyor, kapını ağzı eğlencimiz həyət. Su. İndi gedirik çaya baxmağa. Görək orada vəziyyət necədir. Artıq 4-4 rejimdəyik. Burayı 4-4 keçmək olmaz. Yok. Buradan düşüb piyada gelib baxa bilərik. Kodsun söndürün. Söndürsən. Oy, bu nə deyir? Normal yer yox idi saxlamağa. Bax gör vəziyyətə. Hardasa çay mən bildiyim qədərilə orada olmalıdır, çinarların yanında. Oy. O yana necə keçmək olar ya? O yana git. Bir dənə çaya baxardıq da. Daşıb gəlib bura. Ağacın dalına bak, gör necə axır ona bak. Ona bak. Qalxıb demək olar ki, yer səviyyəsinə eyni. Ona bak. Düz orana belə gəlir. Ne olar o bu? Lan burada yıxılsaydı nə olardı? Böyle yıkılmış duvara. Su içinde oldu. İndi gəlin buradan baxaq çaya. Oradan bakalım zaten. Sür də biraz qabağa. Oy, çox qabağa sürmə. Burada saxlayaq. Asar səndədir. Bu nədir? Sür sür biraz qabağa, nə olacaq? Orasını soyulmuşsun. Bir də buralarda bir yerdə saxlasın.
Burada qarşıda piyada keçid körpüsü var. Bu körpüyə baxmağa gedirik. Deyilənlərə görə körpünün yarısı gedir bu şey. Heç ağlına qədərdir, 3-cü dəfə sel gələcək. Bir ağlıma gəlməyən başıma gəldi. Bax, həmin o şeydir. Allah xalqımızı qorusun. Dünyamızı salamatləsin inşallah. Yəqin ki, bu dəfədə zərər görən çox oldu. Allah həmin insanların köməyi olsun. Burada deyirlər, Allah'tan odla sudan qorusun. Bax, həmin o şeydir.